Bismillahirrahmanirrahim. İnsan həyatında maddi dəyərlər qədər mənəvi dəyərlər də önəmlidir. Ədəb isə bu dəyərlərin başında gəlir. Ədəbli insan cəmiyyətin aynası, ailənin fəxri, Allahın sevdiyi bəndəsidir. Ədəb, insanın özünü tanıması, yerini və zamanını bilməsidir. Böyüyə hörmət, kiçiyə şəfqət, qonağa ikram, ehtiyacı olana yardım, bunlar ədəb sahibi insanın təbii davranışlarıdır. Ədəb yalnız başqasına qarşı deyil, həmçinin insanın özünə olan hörmətidir. Özünü pis vərdişlərdən qorumaq, vicdanla davranmaq da ədəbə daxildir. Bir insanın geyimi, danışığı, oturuşu, duruşu onun daxili aləmini göstərir. Ədəbli insan sərt danışmaz, kin saxlamaz, başqasını alçaltmaz. Əksinə, o ətrafına sakitlik, hörmət və nizam gətirər. Peyğəmbərimiz salavatullah buyurur, məni Rəbbim ədəbləndirdi və nə gözəl də ədəbləndirdi. Ədəb, insanın yolunu işıqlandıran çıraq kimidir. Əgər o çıraq yanırsa, insan tək qalsa belə doğru yolu tapa bilər. Əgər sönübsə, ətraf qaranlıq, yol çaşqın olar. Unutmayaq, hər evdə tərbiyə, hər könüldə ədəb olmalıdır. Ədəb təkcə öyrədilməməli, yaşanmalıdır. Çünki ədəb həyatın işığıdır. İşıq isə yolu azanların yeganə ümididir.